Hamıya salam. Yeni mövzumuz təfəkkürün növləri, məntiqi, tənqidi, yaradıcı, abstrakt, analitik və digər təfəkkür növləridir. Gəlin baxaq görək, təfəkkür nədir? Demək, təfəkkür, müəllimlər, düşüncə tərzidir. Einstein deyir ki, təhsil faktları öyrənilməsi ilə deyil, düşünməyi məşq etməkdir. Elə bu cümlə ilə biz dərsimizə başlayırıq. Deməli, təfəkkür nədir? Təfəkkür düşüncə tərzidir. Təfəkkürün bir neçə növləri var. Məsələn, biz bir-birimizə deyirik ki, məntiqli düşün, bir məntiqini işə sal, bir məsələyə tənqidi yanaş, çalış ki, alternativ yollar tapasan. Və biz bu sözlərdən təlim zamanı sinifdə şagirdlərə də tez-tez deyirik. Deməli, bu tipli cümlələr şagirdin və yaxud hər hansı bir insanın təfəkkürünü işə salmağı açar məqamlarıdır. Deməli, təfəkkür insanlarda formalaşan düşüncə tərzidir. Təfəkkür idraki fəaliyyətdir. Təfəkkür insanların beynində gedən bir prosesdir. Təfəkkürü inkişaf etdirməklə biz şagirdlərdə səmərəli öyrənmə, səmərəli düşünmə bacarığını formalaşdıra bilərik. İndi gəlin görək, bəs səmərəli düşünmə bacarığı nədir? Səmərəli düşüncə bacarığı olan şagird fikrini formalaşdırmağı və formalaşdırdığı fikri ifadə etməyi bacarır. Fikirlərinin hamı tərəfindən anlaşıldığını planlaşdırır. Düzgün nəticə çıxarır, hadisələri düzgün təhlil edir, mühakimə yürüdür. Daha sonra fikrini əsaslandırır, problem həllinə divergent və konvergent yanaşır. Təfəkkürün bilirik ki, müəllimlər artıq bir neçə növü də əlavə olunub. Abstrakt, analitik, praktik, produktiv. Əvvəllər təfəkkür 3 növdən ibarət idi. Məntiqi, tənqidi, yaradıcı. Artıq 4 dənə təfəkkür əlavə olunub və 7 təfəkkür növü var. Biz indi əvvəlcə məntiqi təfəkkürdən danışacağıq. Məntiqi təfəkkürün öz növləri var. Məntiqi təfəkkürün növlərinə aiddir. Məsələn, deduktiv məntiq, induktiv, ardıcıl düşünmə, sistemli düşünmə, verbal düşünmə, qeyri-verbal düşünmə və s. Məntiqi təfəkkür şagirdlərin gündəlik həyatında, məsələn, səhərdən axşama kimi hər hansı bir işi görürsə, icra edirsə, hətta yemək yeməsi belə məntiqi təfəkkürdür. Bu hallarda şagird öz məntiqi təfəkkürünü işə salır. Məntiqi təfəkkür uşaqların ətraf aləmi dərk etməyə başladığı andan inkişaf edir. Yəni, uşaq artıq ətraf aləmi dərk edəndə onda məntiqi təfəkkür işə düşür. Böyüklər isə onların bu cür düşüncə tərzini qarşısını ala və ya inkişaf etdirə bilərlər. Ona görə də şagirdlərdə əsas məqsəd odur ki, əlaqəli, ardıcıl düşünməsini təmin etməkdir. Məsələn, 7 yaşındakı bir uşağa anası məktəbə getməmişdən əvvəl yatağını yığmağı tapşırır. Və uşaq nə üçün soruşduqda anası ona cavab verir. Bu halda uşağın sual verməsi belə, nə üçün deyə sual verməsi belə uşaqda məntiqi təfəkkürü işə salır. Bəs gəlin görək, məntiqi təfəkkür özündə nələri əks etdirir? Əvvəlcə səbəb-nəticə əlaqəsinin tapılmasını, problemin sadə yolla həllini, müəllimlər, problemin sadə yolla həlli, yadınızda saxlayın, məntiqi təfəkkürdür. Problemin sistemli yolla həlli tənqidi təfəkkürdür. Amma problemin alternativ yolla həlli yaradıcı təfəkkürə aiddir. Daha sonra prosesin başlanğıcını və sonunu müəyyənləşdirməyi, faktlar əsasında mühakimə yürütməyi və əsaslandırmanı özündə əks etdirir. Məntiqi təfəkkür məsələlərin həllində ən sadə düşünmə yoludur. Məsələn, müəllim şagirdə problemin ən sadə yolunu başa salmalıdır. Məsələn, belə bir misal çəkək. Telefon sönübsə, demək səbəb nədir? Telefon əgər sönübsə, onun bataryasının bitməsi deməkdir. Bu səbəbdir. Şagirdə dinlədiyi sual açar məqamı tapmağı öyrətməliyik, yəni həll yolunu.
Demək, həll yolu nədir? Əgər mobil telefon sönübsə, demək bu nəticədir. Biz demək ki, həll yolu nədir? Onu bateriyaya qoymalıyıq. Yenidən işə düşürməsi üçün cərəyan məbəyə qoşmaq lazımdır. Bu həll yoludur. Və yaxud da yatıb yuxuya qalmışıqsa, bu nəticədə, yəni biz yuxuya qalmışıq, gecikmişik. Bu zaman deməli zəngli saatı neyləmişik? Qurmamışıq. Bu da səbəbdir. Səbəb nədir? Bizim gecikməyimizin səbəbi nədir? Yəni ki, zəngli saatın qurulmaması. Sonra gələn dəfə daha diqqətli olmaq lazımdır isə bu həll yoludur. Deməli, məntiqi təfəkkürün 3 istiqamətdə inkişaf etdirə bilərik. Birincisi nəticədir, ikincisi səbəbdir, üçüncü isə həll yoludur. Tənqidi və yaradıcı təfəkkürün formalaşması üçün məntiqi təfəkkürün inkişafı vacibdir. Sonra gəlirik məntiqi təfəkkürün formalarına, düşünmə formalarına. Məntiqi təfəkkürün formaları hansılardır müəllimlər? İnduktiv, yəni induksiya, deduktiv, deduksiya, daha sonra analitik düşünmə, divergent düşünmə, konvergent düşünmə, analoji düşünmə, verbal, qeyri-verbal, ardıcıl və sistemli düşünmə. İlk öncə biz başlayırıq induktiv düşünmədən. Müəllimlər, induktiv düşünmə hər hansı bir nümunədən qaydaya gəlməkdir. Yəni biz bir nümunəni görürüksə, ondan qayda çıxarırıq. Nümunədən nəticəyə gəlmək induktiv düşünmədir. Məsələn, burada bir dənə misal var. Mirzə Əkbər Sabir və Cəlil Məmmədquluzadə ana dilinin saflığı uğrunda mübarizə aparmışlar. Bu ədiblər 20-ci əsrin əvvəllərində yaşamışlar. Deməli, 20-ci əsrin əvvəllərində ana dilinin saflığı uğrunda mübarizə aparılıb. Deməli, burada Sabir və Cəlil Məmmədquluzadə deməli 2 nəfəri nümunə göstərib. 2 nəfəri nümunə göstərdikdən sonra ondan ümumiləşdirib bir dənə qayda çıxarıblar ki, 20-ci əsrin əvvəllərində ana dilinin saflığı uğrunda mübarizə aparıb. Deməli, nümunədən qaydaya getdi. Nümunədən qaydaya getmək induktiv düşünmədir. İkinci misal, Durna və Leylək köçəri quşlardır. Hər ikisi qışda isti ölkələrə uçur. Deməli, köçəri quşların qışda isti ölkələrə uçmaq kimi xüsusiyyəti var. Burada görürük ki, müəllimlər, Durna və Leyləyi nümunə çəkir. Və bu nümunədən bir dənə qayda yaradır ki, köçəri quşların qışda isti ölkələrə uçmaq kimi xüsusiyyəti var. Bu da nə oldu? İnduktiv düşünmə oldu. Sonra gəlir deduktiv düşünmə. Deduktiv düşünmədə induktiv düşünmənin əksidir. Burada əksinə ümumi anlayış, prinsip, qayda, yanaşmadan nəticə olaraq xüsusi nümunələrin çıxarılmasına yönəlmiş düşüncədir. Yəni, deduktiv düşünmə qaydadan nümunəyə getməkdir. Ümumidən xüsusiyə gəlməkdir. Yəni, böyükdən kiçiyə getməkdir. Məsələn, burada 2 dənə, 3 dənə misal var. Riyaziyyat dərsində şagirdlər birinci öyrənirlər ki, toplananların yerini dəyişdikdə cəm dəyişmir. Bu bir qaydadır. Toplananların yerini dəyişdikdə cəm dəyişmir. Bu bir qaydadır. Altına da nümunə göstərir ki, A üstə gəl B bərabərdir, B üstə gəl A. Bu da nümunə olaraq göstərilmişdir. Deməli, qaydadan nümunəyə getdi. Ümumidən xüsusiyə getdi. İkinci bir misal, güllərin sulanmadan çiçək açmayacağını öyrənən şagird özündə qət edir ki, limon ağacı sulanmasa bar verməyəcək. Deməli, burada limon ağacı burada nümunə kimi göstərilir. Görürsünüz, güllərin sulanmadan çiçək açmadan görən şagird özünə qət edir ki, güllər sulanmasa çiçək açmayacaq. Bu bir qaydadır. Və o qaydaya da limon ağacını nümunə gətirir. Deməli, qaydadan nümunəyə deduktiv düşünmədir. Sonra analitik düşünmə müxtəlif məlumatların təhlilini hissələrə parçalanaraq araşdırılmasını ehtiva edir. Tənqidi təfəkkür məsələnin həlli yolunu meyar üzrə qiymətləndirməyə kömək edir. Yaradıcı təfəkkür isə bunlardan çıxış edərək məsələyə yeni formada yanaşır.
Bir sözlə, yaradıcı təfəkkür zamanı bütün düşüncələr işə düşür. Bu da analitik düşünmədir. Divergent düşünmə isə bu düşüncə tərzi problemin həlli üçün ideyaların generasiyasına xidmət edir. Yəni ki, divergent düşünmə tərzi problem və suallara çoxsaylı perspektivdən baxma, çoxlu mümkün cavab və həll yolları fikirləşməkdir. Divergent düşünən qəbul olunmuş yolların əleyhinə çıxaraq alternativ axtarmağın tərəfdarıdır. Divergent düşünənlər əlavə fikirlər tapmaqda yaxşıdırlar. Problemi tez həll etməkdə çətinlik çəkirlər. Çünki onlar ideya axtarışında olurlar. Divergent düşünmə, yəni ki, hazır olan hazır olan həll yollarından istifadə etmir. Özü düşünür, özü alternativ yollar axtarır və bu da vaxt apardığına görə problem tez həll olunmur. Əksinə gec həll olunur. İdeya və fikir toplama prosesində fərqli yanaşma ilə seçilirlər. Sonra gəlir konvergent düşünmə. Konvergent düşünmə isə divergent düşünmənin əksidir. Yəni onların əksinə olaraq mövcud müxtəlif ideyaların toplanması, təhlil etməsinə xidmət edir. Konvergent düşüncə yaradıcı təfəkkür olmasa da onu stimullaşdırmağa şərait yaradır. Konvergent düşüncədə sualın bir düzgün cavabı var, problemin bir mümkün həlli yolu var və konvergent düşünən insan bir cavabdan, bir həll yolundan istifadə edir. Alternativ yollar axtarmır. Sadəcə bir yoldan istifadə edir və problemi həll edir. Bu zamanda konvergent düşünmə zamanı vaxt çox sərf olunmur. Tez bir zamanda problem həll olunur. Konvergent düşüncə indiyənədək istifadə olunmuş yolları düzgün yol hesab edir. Yəni ki, indiyənədək istifadə olunmuş yollardan istifadə edir və özü yeni bir yol yaratmır. Özü problemi həll etmək üçün öz yanaşmasından istifadə etmir. Hazır olan yollardan, istifadə olunmuş yollardan istifadə edir. Konvergent düşüncə yeni fikirlər toplamaqda əziyyət çəkir. Tez nəticəyə gəlmə qabiliyyəti yüksək olur. İdeya və fikirləri qiymətləndirərək seçməyi bacarır. Tez nəticəyə gəlmə qabiliyyəti yüksək olur. Bu o deməkdir ki, yəni hazır olan bir şeylərdən istifadə edir də. Ona görə də tez nəticəyə gəlmə qabiliyyəti yüksək olur. Sonra analoji düşünmə iki və daha artıq hadisə, anlayış, sistem və s. arasında olan oxşarlıqları müəyyənləşdirməkdir. Analoji düşünmə, paralel düşünmə deməkdir. Paralel düşünmə odur ki, nə iləsə özünü müqayisə etməkdir. İki və daha artıq obyekt arasında oxşarlıqları və fərqlilikləri tapmaqdır. Məsələn, belə bir misal deyək, belə bir nümunə gətirək. Əlinin anası ona bir geyim alır və onun qardaşına da eyni geyimi alır, bir geyim alır və evə gələndə o geyimin üzərində qiymətini qoparmır. Qiyməti necə varsa elə də evə gəlirlər. Evə gələndə Vəli əlinin koftasının üzərində baxır ki, onda 20 manatlıq koftadır. Vəlidə 18 manatlıq koftadır və başlayır özünü müqayisə eləməyə. Anasına deyir ki, niyə sən ona 20 manatlıq almısan, mənə 18 manatlıq almısan? Deməli, burada Əli neynir? Vəli neynir? Özünü öz qardaşınla müqayisə eləyir. Özünü ona oxşadır. Deməli, analoji düşünmədə iki və daha artıq hadisə, anlayış, sistem və s. hadisələr arasında müqayisə aparmaqdır. Məsələn, burada bir nümunə var. Piyanoda ifa etmək üçün lazım olan bilikləri uşaq digər klaviçli alətlərdə də tətbiq edə bilər. Məsələn, piano bacaran şagird deməli nə edə bilər? Başqa klaviçli alətlərdən də istifadə edə bilər. Buna qarmon da daxildir. Deməli, pianoya bənzər klaviçli alətlərdən istifadə edə bilər. Yəni tətbiq edir. Pianonu oxşadır qarmona və eyni biliklərdən istifadə edir. Sonra müəllim şagirdlərə 300.000 rəqəminin nə qədər böyük olduğunu izah etmək üçün yerlə ayın arasındakı məsafə böyüklüyünü izah edir. Burada müəllim neyinir? 300.000 rəqəmini yerlə ayın arasındakı məsafəyə bənzədir. Demək, burada nə var? Həm bənzətmə var, həm müqayisə var. Sonra gəlirik verbal düşünmə. Verbal düşünmə düşündüyümüz bir şeyi dilə gətirməkdir.
Yəni düşüncələrimizi beynimizdə təhlil etdiyimiz məsələləri səsli formada dilimizə gətirməkdir. Deməli, verbalın bir başqa da adı odur ki, səsli düşünmədir. Məsələn, kitab oxuyanda elə adam var ki, ucadan oxuyur və deyir ki, mən ucadan oxuyanda mənim beynimdə daha rahat qalır. Deməli, bəzi insanlar da deyir ki, içində oxuyur, səssiz oxuyur və ona elə daha rahat olur. Deməli, verbal düşünmə nədir? Beynində düşündüyü bir şeyləri dilinə gətirir, nitqə çevirir. Bu zaman verbal düşünmədən istifadə edir. Verbal düşünmə zamanı insan özünü eşitdiyi üçün fikirləri sanki daha aydın olur. Sonra gəlirik qeyri-verbal düşünmə. Qeyri-verbal düşünmə verbal düşünmənin əksidir. Yəni bu zaman hər hansı bir informasiyanı emal edərkən, problem həll edərkən vizual mühakiməyə əsaslanma bacarığıdır. Yəni qeyri-verbal şəkildə verilmiş informasiyanı düzgün qəbul etmək bacarığıdır. Qeyri-verbal düşünmə isə səssiz düşünmədir. Yəni şagird beynində canlandırdığı bir məsələni səssiz həll edir. Məsələn, riyaziyyat dərsində müəllim uşaqlara tapşırıq verir. Hansısa bir misallı məsələni tapşırıq verir. Şagird isə o tapşırığı yerinə yetirərkən beynində düşürür, düsturları yadına salır və səssiz şəkildə məsələni həll edir. Bu zaman nə baş verir? Qeyri-verbal düşünmə baş verir. Qeyri-verbal düşünməyi bacaran şagirddə hansı bacarıqlar formalaşır? Nəticələri görə bilmək və planlaşdırmaq, hər hansı bir şəkil, heykəl, maket və s. yaratmaq, xəritə ilə işləmək, kompasdan düzgün istifadə etmək, daha sonra diaqram, sxem, cədvəlləri oxumaq və çəkmək, çertyojlardan düzgün istifadə etmək. Deməli, qeyri-verbal düşünmədə xəritə, diaqram, sxem, kompasdan istifadə etmək var. Sonra gəlir ardıcıl düşünmə. Ardıcıl düşünmə, müəllimlər, addım-addım, mərhələli düşünməkdir. Yəni, hər hansı bir hadisənin necə davam etməsini, səbəb-nəticə əlaqəsinin tapılmasını, şərt və əsaslandırmanı özündə əks etdirir. Məsələn, hər hansı bir hadisənin, bir işin baş verəcəyini mən ardıcıl şəkildə eləyirəm. Birini bitirirəm, o birinə keçirəm. Məsələn, özümüzə gündəlik plan tərtib edirik. Belə bir plan tərtib edirəm ki, 7-də duracağam, məktəbə gedirəm. Daha sonra məktəbdən çıxıb evə gəlirəm, sonra yeməyimi yeyirəm. Bu nədir? Ardıcıl düşünmədir. Özüm üçün plan qururam və bu planı ardıcıl şəkildə həyata keçirirəm. Ardıcıl düşünməyi bacaran şagird mərhələli irəliləməyi bacarır. Bir addımı bitirəndən sonra digərinə keçir. Çünki bu addımlar bir-biri ilə bağlıdır. Burada belə bir nümunə yazılıb. Məsələn, araşdırmanı aparan şagird bilməlidir ki, əvvəlcə informasiyaları bir çox müxtəlif mənbələrdən toplamaq, sonra informasiyaları emal etmək, ümumiləşdirmək, qruplaşdırmaq, təhlil etmək və dəyərləndirmək lazımdır. Və sonuncu düşünmə formamız sistemli düşünmədir. Sistemli düşünmə bizi əhatə edən anlayışlardır, konsepsiyalardır. Yəni biz bunları həll etmək və təhlil etməkdən ibarətdir. Hər hansı bir hissələri birləşdirirəmsə, təhlil edirəmsə, sistemli şəkildə düşünürəmsə, deməli bu sistemli düşünmə formasıdır. Sistemli düşünmə ətrafdakıların bir-birini təsirini anlamağa xidmət edir. Bunun üçün şagirdlərə sistemin nə olduğunu izah etmək, ətrafa sistem kimi baxmağı öyrətmək lazımdır. Məsələn, belə bir misal deyərdik ki, vaxtın düzgün bölünməsi sistemli düşünmədir. Yəni 24 saat vaxtımız var, biz onu müxtəlif saatlara bölərək işimizi planlayırıq. Və bu işimizi planlaşdırmamız sistemli düşünmədir. Sistemli düşünmə yaradıcı təfəkkürdə formalaşdırmağa kömək edir. Sistemli düşünməyə belə bir nümunələr var. Məsələn, suyun çirkləndirilməsi dənizdəki canlıların bundan zərər görməsi ilə nəticələnir.
Canlıların orqanizmdə toksik maddələrin səviyyəsi artır ki, bu da insanların dəniz məhsulları ilə qidalanması zamanı elə insanın özünə mənfi təsir göstərir və ya suyun çirklənməsi prosesində canlılar məhv olur. Bu da öz növbəsində ekoloji tarazlığın pozulmasına səbəb olur. Bütün bunlar insan həyatı üçün ciddi şəkildə mənfi təsir göstərir. Burada görürsünüz ki, müəllimlər, sistemli düşüncə var da, yəni su çirklənir. Su çirklənən zaman nə olur? Dənizdəki canlılar bundan zərər görür. Daha sonra insanlar o canlıları yeyir və yeyəndən sonra da insanlarda zəhərlənmə baş verir. Bu zaman nə oldu? Sistemli düşüncə formalaşır. Sistemli düşünmə forması baş verir. Deməli, müəllimlər, indi keçirik məntiq xətalarına. Məntiq xətaları məntiqi təfəkkürün növüdür. Məntiq xətası nədir? Arqumentlərimizi söyləyən zaman biz fikirlərimizi bəzən etibarsız və səhv mühakimə yürüdə bilirik. Zəif arqumentlər gətirə bilirik. Bu zaman biz məntiqi xətalara yol vermiş oluruq. Məntiq xətası hansı hallarda baş verir? Məsələn, nəticəyə gələrkən fikirlər arasında yanlış əlaqə qurulduqda və zəif arqumentlər əsasında yanlış nəticə çıxarıldıqda. Müəyyən arqument irəli sürən zaman bunun məntiqi məna kəsb etməsi və arqumentlərin əsaslı olması vacibdir. Fikirlər arasında məntiqi əlaqə düzgün qurulmadıqda və yaxud da zəif arqument gətirildikdə mühakimələrlə boşluq yaranır. Bu da iddiaları dəstəkləmək imkanını məhdudlaşdırır. Deməli, məntiq xətalarının bir neçə növü var. Həddən artıq ümumiləşdirmə, özünü bənzətmə, cəmiyyət tərəfindən qəbul edilmək, şəxsi qərəzlilik, boş adam xətası, çox mənalı danışmaq və sirkulyar arqument. Əvvəlcə gəlin baxaq görək, həddən artıq ümumiləşdirmə nədir? Burada cədvəlin içərisində həm səhv mühakimə, həm də əsaslı mühakimə yazılmışdır. Deməli, taksi xidməti üçün Toyota Prius markalı avtomobildən istifadə edən müştəri yolda qəzaya uğrayır. Bu zaman müştəri nə deyir? Bu qəza ona görə baş verdi ki, maşının markası Prius'dur. Deməli, bütün Prius maşınları təhlükəlidir. Burada taksi xidmətindən istifadə edən müştəri hansı məntiq xətasına yol verdi? Həddən artıq ümumiləşdirdi. Yəni, bütün Prius maşınları haqqında səhv mühakimə yürütdü. Əslində necə olmalıydı? Əslində belə olmalıydı ki, hadisə sürücünün ehtiyatsızlığından baş verdi. Bundan sonra tətbiqdə sürücü dəyərləndirilməsinin səviyyəsinə baxmalıyıq. Deməli, burada müştəri bütün Prius maşınları haqqında səhv mühakimə yürütdü və həddən artıq ümumiləşdirdi. Sonra gəlirik özünü bənzətmə. Özünü bənzətmə məntiq xətası isə bir şeyə hörmət edilən şəxs inanırsa, deməli bu doğru düşüncədir. Və özünü bənzətmək odur ki, bəzən insanlar özünü bir şəxsə bənzədirlər. Hansı ki, məşhurdur, bütün cəmiyyət içərisində hamı tərəfindən qəbul edilir və insan əgər özünü bir insana, bir şəxsə bənzədirsə, bu özünü bənzətməkdir. Məsələn, məktəbimizin ən məşhur qızı voleybolla məşğul olur. Burada səhv mühakimə nədir? Deməli, mən də voleybolla məşğul olmalıyam. Yəni, burada özünü məktəbin ən məşhur qızına bənzətməyə çalışır. Əsaslı mühakimə nədir? Mən isə gimnastikanı sevirəm və müəllimim də gimnastika ilə məşğul olmağı tövsiyə edir. Deməli, gimnastika ilə məşğul olmalıyam. Bu zaman nə baş verdi? Deməli, insan özünü kiməsə bənzətmək yox, özü üçün lazım olan, özünün bacardığı bir sahə üzrə özünü inkişaf etdirməlidir. Deməli, burada səhv mühakimə nədir? Özünü bənzətmək. Yəni, özünü məşhur bir məktəbin ən məşhur qızına bənzətmək. Sonra gəlir cəmiyyət tərəfindən qəbul edilmək. Cəmiyyət tərəfindən qəbul edilmək odur ki, yəni bir şeyə çoxluq qəbul edirsə, deməli o düzdür və yaxud da bir şeyə çox insan xoşlayırsa, deməli o yaxşıdır düşüncəsidir. Və burada bir nümunə var. Hamı dəbdə olan sarı rəngdə köynəklər və paltarlar geyinir. Deməli, mən də sarı paltar alıb geyinməliyəm. Burada insan nə edir? Cəmiyyət tərəfindən qəbul edilmək istəyir. Bu da səhv mühakimədir. Və əslində necə olmalıdır? Mənə sarı rəng yaraşmır. Ona görə də dəbli və mənə yaraşan rəngdə paltar
geyinməməliyəm. Deməli, sarı rəngin dəbdə olması onu geyinmək anlamına gəlmir. Mütləq deyil ki, sən o rəngdə olan paltarları geyinməlisən. Sən özünə yaraşan paltarı geyinməlisən, özünün sevdiyi rəngi geyinməlisən. Yəni cəmiyyət tərəfindən qəbul edilmək məntiq xətası budur. Daha sonra gəlir şəxsi qərəzlik. Şəxsi qərəzlik odur ki, fikrə deyil, fikri səsləndirən şəxsi əsaslanıb mühakimə yürütmək. Yəni kimləsə sənin şəxsi qərəzliyin varsa, o insan doğru danışsa belə, sən onun fikirlərinə səhv mühakimə yürüdürsən. Deyirsən ki, o səhv danışır, amma əslində doğrudur. Deməli, sən onun fikirlərinə deyil, onun şəxsinə, özünə aid fikirlər səsləndirirsən. Yəni, sənin onunla şəxsi qərəzliyin varsa, onun fikrinin doğru olmağı heç bir məna kəsb etmir. Deməli, burada şəxsi qərəzlik məntiq xətasına yol verilir. Məsələn, Aydan deyir ki, sahibsiz heyvanları sığınacağa yerləşdirməliyik. Səhv mühakimə nədir? Aydan çox qəribə qızdır, gülməli paltarlar geyinir və bizdən ayrı gəzir. Ona görə də yəqin ki, dediyi səhvdir. Deməli, onun onlardan ayrı gəzməsi, qəribə paltarlar geyinməsi onun fikrinin səhv olduğunu aydınlaşdırır. Bu səhv mühakimədir. Amma əslində necə olmalıdır? Aydanla dost deyiləm, amma dediyi həqiqətən doğrudur. Heyvanlara kömək etməliyik. Bu da şəxsi qərəzlik məntiq xətasıdır. Sonra gəlir boş adam məntiq xətası. Boş adam məntiq xətası odur ki, deyilən əsas arqumenti kənara qoyaraq məsələni bilə-bilə fərqli istiqamətə yönəltmək. Bunu edən şəxsin əsas məqsədi öz mövqeyini nəyin bahasına olursa olsun gücləndirməkdən ibarətdir. Belə bir misal var. Şəhərdəki ekoloji problemləri həll etməyin yollarından biri velosipeddən istifadə etməkdir. Və səhv mühakimə gəlir. Demək istəyirsiniz ki, şəhərdə ekologiyanın vəziyyəti pisdir. Və yaxud da əsaslı mühakimə nədir? Demək, velosipeddən istifadə üçün xüsusi yollar çəkmək lazımdır. Boş adam məntiq xətası həmişə deyilən fikirləri səhv anlayır və başlayır özünə yönəlik cavablar verməyə. Deməli, demək istəyirsən ki, bu belədir, demək istəyirsən ki, o elədir. Yəni, deyilən fikirləri qəbul etmir. Sonra gəlir çox mənalı danışmaq. Çox da mənalı danışmaq məntiq xətası fərqli mənada anlaşa bilən sözlərdən nitqdə istifadə etməkdir. Yəni, danışanın məqsədi ondan ibarətdir ki, auditoriyanın fikrini yayındırsın və sonra dediyi sözü fərqli istiqamətlərə çevirə bilsin. Bəzən buna söz oyunu da deyirlər. Məsələn, sənə verilən tapşırığı düzgün yetirməmsən. Deyilmişdi ki, bu məsələni öz aranızda danışmayın. Hər kəs ayrı-ayrılıqda araşdırma aparsın. Burada səhv mühakimə nədir? Biz öz aramızda danışmamışıq. Sadəcə bir neçə şəkil və mesaj göndərmişik. Burada görürsünüz, danışan fikrini müxtəlif yerlərə yönləndirir. Yəni, əslində deyir danışmamışıq, amma sadəcə olaraq bir neçə şəkil və mesaj göndərmişik. Deməli, həm deyir danışmamışıq, həm də deyir ki, şəkil və mesaj göndərmişik. Deməli, burada neynədir? Çox mənalı danışmaq məntiq xətasına yol verdi. Sonra gəlir sirkulyar arqument. Sirkulyar arqument də odur ki, fikri əsaslandırmaq üçün yürüdülən mühakimə yeni bir nəticə ehtiva etmir. Yəni, sözləri təkrar deməkdən söhbət gedir. Əvvəlcədən deyilmiş fikrə sadəcə dəyişərək istinad edilir. Məsələn, siqaret çəkmək məsləhət görülmür. Çünki sağlamlığa ziyandır. Sirkulyar arqument məntiq xətası gəlir. Mən siqaret çəkmirəm, çünki sağlamlığa ziyandır. Deməli, burada neynədir? Deyilən fikri təkrarladı və təkrarlayaraq fikrini bildirdi. Deməli, burada sirkulyar arqument məntiq xətasına yol verildi. Məntiq xətaları haqqında, məntiq təfəkkür haqqında bu qədər müəllimlər.